gün 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Xalq Cümhuriyyətinin qurucusu olaraq Məmməd Əmin Rəsulzadə bilinir, amma Məmməd Əmin Rəsulzadə bu dövləti tək başına qurmamışdır. Xalq Cümhuriyyətinin bəzi qurucularını sizinlə bərabər tanıyaq. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, yəni qanunverici orqana rəhbərlik edirdi. Fətəli xan Xoyski 1-ci, 2-ci, 3-cü hökumət kabinetlərinə rəhbərlik etmişdi. Yəni müasir dövrdəki prezident vəzifəsini icra edirdi. Əlimərdan bəy Topçubaşov parlament yarandıqdan sonra parlamentin sədri vəzifəsini və eləcə də ondan öncə İstanbulda Azərbaycanın səfiri vəzifəsini icra etmişdir. Versal Sülh Konfransında Azərbaycanı təmsil etmək üçün gedən nümayəndə hökumətinə rəhbərlik etmişdi. Nəsib bəy Yusifbəyli 4-cü və 5-ci hökumət kabinetinə rəhbərlik etmişdi, yəni prezident vəzifəsini icra etmişdi. Xosrow bəy Sultanov ermənilərin qorxulu yuxusu Xalq Cümhuriyyətində ilk hərbi nazir olmuşdu. Qarabağ general qubernatorluğunda qubernator vəzifəsini daşımışdı. Səməd bəy Mehmandarov hərbi nazir vəzifəsində çalışmışdı. Əlağa Şıxlinski isə Səməd bəy Mehmandarovun hərbi nazirin müavini vəzifəsini daşımışdı. Bu şəxslər 23 ay ərzində Şərqdə ilk yaranmış demokratik respublikanın mövcudluğunu qoruyub saxlamağı bacarmışdı.